Kaspi liseyi övladlarımız üçün ancaq təhsil ocağı yox, həm də özgüvən yeridir. Övladlarımın hər gün məktəbə həvəslə gəlməsi məni çox sevindirir. İki övladım Kaspi liseyində oxuyur. Burada sosial tədbirlərin keçirilməsi, övladlarımızın aktiv iştirakı bizi də çox sevindirir. Hal-hazırda 4 filialı ilə fəaliyyət göstərən Kaspi liseyləri 2014-cü ildən bugünə qədər onlarla gənci gələcəyə hazırlayıb. Burada tədris Azərbaycan, Rus və İngilis dillərində həm milli, həm də beynəlxalq kurikulumlara əsasən təşkil olunur. Liseyimiz təhsildə yenilikləri, şagird könüllü kurikulum və interaktiv tədris üsulları ilə birləşdirir. Bilirik ki, sevgi və dəstəkləyici mühitdə təhsil alan şagirdlər öz fikirlərini sərbəst ifadə edir, tənqidi düşünür, səhv etməkdən qorxmur və şəxsiyyət kimi inkişaf edirlər. Kaspi liseyində hər bir şagird öz potensialı ilə dəyərlidir. Müəllimlərimiz fərdi yanaşma prinsipi ilə hər şagirdin öyrənmə tərzini nəzərə alaraq onlara akademik bacarıqlarla yanaşı özlərinə inam da qazandırırlar. Yaradıcılıq və tənqidi düşüncəni təşviq edir, şagirdlərə yeni ideyaları araşdırmaq və həll yolları tapmaq imkanı yaradır. Onları müasir dünyanın tələblərinə uyğun gənclər olaraq yetişdiririk. Müasir kurikulumumuz elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiyasına əsaslanaraq şagirdləri sürətlə dəyişən dünyaya hazırlayır. Robotika və proqramlaşdırma yarışlarında da sonra birlikdə iştirak etmək, onlarla birgə həyəcan hissini yaşamaq mükəmməldir. Robotika liseydə əsas fən kimi tədris olunur. Bu da texnologiyaya marağı olan şagirdlərin erkən yaşlardan praktiki biliklərlə tanış olmasına imkan yaradır. Rəqəmsal bacarıqlar dərsləri beynəlxalq çağırışlara uyğundur. Dərslərdə şagirdlər kod yazır, rəqəmsal düşüncə ilə inkişaf edir və gələcəyin peşələrinə uyğun bacarıqlara sahib olurlar. Müxtəlif olimpiadaların təşkili, müəllimlərin yaratdığı özgüvən hissi uşaqlarda özünə inamı artırır. Bunu övladı olimpiadalarda daim uğur qazanan valideyn kimi rahatlıqla deyə bilərəm. İngilis dili tədrisin mərkəzindədir. Həftədə 9 saat dərs beynəlxalq Cambridge kurikulumu ilə aparılır və şagirdlər üçün qlobal dünyaya açılan qapı rolunu oynayır. Kaspi liseyinin Cambridge bölməsində tədris proqramı tamamilə ingilis dilində həyata keçirilir. Proqram beynəlxalq standartlara əsaslanaraq şagirdlərə güclü akademik biliklər qazandırır və onların qlobal düşüncə tərzinin formalaşmasına şərait yaradır. İntensiv ingilis dili proqramımız beynəlxalq Cambridge kurikulumuna əsaslanır. Bu proqram sayəsində şagirdlərimiz təhsil aldıqları bölmədən asılı olmayaraq həm Azərbaycan, həm Rus, həm də beynəlxalq bölmədə Cambridge imtahanlarında, beynəlxalq tədbirlərdə və müsabiqələrdə uğurlu nəticələr əldə edirlər. Əvvəllər onun xaricə getmə fikri məndə bir ana kimi çox tərəddüd yaradırdı. Ancaq Kaspi liseyində təhsil aldığı müddətdə ona müxtəlif olimpiadalarda tək səyahət etməsi, müəllimlərinin ona aşıladığı inam hissi məndə övladıma olan güvəni möhkəmləndirdi.